Qanun hamı üçün artıq eyni deyil. Xüsusən siyasi liderlərin özlərinə aid olmayan mövzularda müdaxilə etmələri və öz siyasi güclərindən istifadə edərək şantaj, təhdid və sair yollarla öz xeyirlərinə qanunların dəyişdirilməsini biz müşahidə edirik. Bu günə qədər nə qədər ki çalışılırdı, deyilirdi ki, futbol siyasət deyil, futbol siyasətdən ayrıdır, futbol bir idmandır, bir əyləncədir. Amma düzdür, əslində hər zaman biz bunun əksini görürdük. Bütün hallarda dövlətlərin siyasi münasibətləri mütləq futbol sahəsinə sirayət edirdi və biz bunu 26-cı ilin futbol üzrə dünya çempionatında da açıq şəkildə müşahidə edirik. Belə ki, Donald Trump Amerikalı bir ABŞ oyuncusu ki, hansı ki qırmızı vərəqə almışdı və növbəti oyunda iştirak edə bilməzdi. Amma Trump'ın deməli təzyiqi ilə, bəlkə də təhdidi ilə FIFA cəzanı həmən oyuncunun üzərindən götürüb və həmən oyuncu artıq səhv etmirəmsə bugün keçiriləcək ABŞ-Belçika oyununda iştirak edəcək. Və bununla bağlı da Trump öz sosial şəbəkəsində məlumat yayıb. Eyni zamanda mənim diqqətimi çəkən məqamlardan da biri bu oldu ki, belə bir vəziyyət ilkdir, qırmızı vərəqə alır və cəzası onun üzərindən götürülür. Özü də bu sıradan bir oyunda deyil, çox həlledici və dünya tarixinin, daha doğrusu futbol tarixinin ən mükəmməl yarışlarından biri və bəlkə də birincisi olan dünya çempionatında növbəti mərhələyə adlamaq üçün keçirilən oyunda bu baş verir. Əslində mən futbolla heç bir zaman maraqlanmamışam, indi də heç marağım yoxdur. Heç indi bu dünya çempionatında hansı komandalar var, hansı komandalar oynayır, bunları da mən izləmirəm. Sadəcə qarşıma çıxdı sosial şəbəkələrdə belə bir hadisə. Dünya siyasətində müdaxilələrin və təhdid şantaj yolu ilə deməli bəzi siyasi dairələrin öz maraqlarını təmin etmələrini nümunə olaraq bu məsələyə toxunmağı zəruri hesab elədim. Baxın, fikir verin ki, əgər bugün adi bir futbol yarışmasında, idman və əyləncə oyununda dünyanın super gücü hesab edilən Amerikada, təbii ki, bu dırnaqarası deyirəm, Amerikanın prezidenti zaman ayırıb bir ABŞ-ın futbolçusunun üzərindən cəzanın götürülməsi üçün Dünya Futbol Federasiyasının rəhbərliyinə, komandanlığına təhdid və şantaj yolu ilə deməli müdaxilə edirsə, öz sahəsində, yəni siyasət sahəsində bu Trump hansı yollara əl atır mövzusunu anlamaq üçün çətinlik yaranmır. Sadəcə bir müqayisə aparsaq ki, bu qədər deməli siyasi gərginlikdə adam hələ vaxt tapır və FIFA'nın rəhbərliyinə zəng eləyir, ondan danışır, sonra bu cəzanı ABŞ futbolçunun üzərindən götürülür və s. Bu onu göstərir ki, bunu edən şəxs görün siyasətdə nələr etməz, siyasətdə nələrə əl atmaz. Əzizləyicilər, burada bir əsas toxunmaq istədiyim məqam ondan ibarətdir ki, deməli qanunların bəşər tərəfindən, insan tərəfindən tətbiq edilən, hazırlanan qanunların işlək, xalq üçün, bəşəriyyət üçün işlək vəziyyətdə olması və ümumi bir qərbin ümumi bir sloqonu vardı ki, qanunlar hamı üçündür. Ona prezident də, adi sıravi vətəndaş da əməl etməlidir və Avropada xüsusən bu məsələyə tez-tez müraciət olunur və hökumət rəhbərləri, hökumət nümayəndələri arada gəlib
hər hansı bir supermarketdə növbəyə durur, sonra vətəndaşla eyni cərgədə addımlayır və s. Bu cür görüntülərlə qanunun hamı üçün bərabər olduğu göstərişini, daha doğrusu görüntüsünü tirajlayırlar, təqdim edirlər. Amma mən Avropada yaşadığım üçün bu məsələləri artıq anlayıram ki, bu qərbin bir görüntüsüdür, bu bir şousudur. Əslində Qərb üçün, xüsusən ABŞ və Avropa üçün mən bunları nəzərdə tuturam. Epstein koalisiyası üçün qanun öz maraqlarıdır. Tətbiq edilən, daha doğrusu təsis edilən qanunlar nə qədər ki bunların maraqlarına uyğundur, o qanunlar keçərlidir. Amma nə zaman maraqları ilə uyğun gəlmədi, bunlar heç bir qanun tanımırlar, heç bir beynəlxalq hüquq bilmirlər. Ümumiyyətlə, Epstein koalisiyasının Qərb blokunun deməli, tarix ən çox vəhşilik haqqında yazacaq. Bunlar mədəniyyətdən, deməli, normal münasibətlərdən, insan hüquq və azadlıqlarından nə qədər danışırlar, o qədər də bu deyilən şeylərə uzaqdırlar. İnsan hüquq və azadlıqlarına uzaqdırlar, mədəniyyətdən uzaqdırlar. Bunlar sadəcə bunların öz vəhşi maraqları var. Öz vəhşi maraqlarını həyata keçirtmək üçün bunlar sadəcə deməli o görüntü olaraq gülüş təqdim edirlər, özlərini mədəni göstərməyə çalışırlar. Amma bunların vəhşilikləri deməli sabit olaraq qalır. Çünki həm Avropa, həm Amerika qitəsi və xüsusən ABŞ, mən Amerika qitəsindən, Amerika deyəndə sadəcə Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. ABŞ və Avropa bunlar tarixin ən vəhşi deməli tərəfləri olublar. Son 1-2 əsrdə bunlar deməli özlərini mədəni xalq kimi təqdim etməyə çalışıblar və görünür maraqları uyğun olmayanda, maraqlarına gəlməyəndə bunlar həqiqi iç üzlərini göstərirlər. Baxın, Donald Trump deməli elə bir həddə gəlib çatıb ki, mən düşünürəm Donald Trump deməli özü bir psixoloji ciddi travmalar yaşayır. Hardasa kiçik bir konflikti deməli varsa, onun tez üzərinə əlin qoyub özünün uğuru kimi təqdim edir. Mən bu addımdan da hesab edirəm ki, ABŞ-ın dünya çempionatında deməli ən azı yarım finala qədər yüksəlməsini hesab edir, düşünür. Bəlkə də elə çempion olacağını düşünür və belə bir şey baş verərsə, ABŞ-ın dünya çempionatını qazanmasını öz nailiyyəti kimi təqdim eləyəcək. Biz bunu yaxın gələcəkdə görəcəyik inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.